Çünki 40-dan sonra vəziyyət başqa cürdür. 40-dan sonra vəziyyət başqa cürdür. Ona görə sələflərdən varid olub ki, onlar 40 yaşına çatanda artıq döşəyini yığırdı. Nə mənada döşəyini yığırdı? Artıq qabaqçı kimi yatmırdı. Yəni yatma vaxtı deyil. Gecələrini ibadətdə keçirirdi. Döşəyini yığırdı yəni. İmam Məlik rahiməhullah deyir ki, mən deyir insanlar gördüm. Onlar dünyanı və elmi tələb edirdilər. Qarışmışdılar insanlara. Elə ki 40 yaşını haqladılar, 40 yaşa çatdılar. Onlar deyir təkliyə çəkilirdilər deyir. Çəkildilər təkliyə. Ancaq ibadət edirdilər. Çünki 40-dan o yana artıq ömür azdır. Yəni 40-dan o yana əziz qardaşlar yatma vaxtı deyil yəni.